Bismillah və salatu və salamu ala Rasulillah. Əmmə ba'd. Ən birinci, həmişəki kimi Allah Teala'ya çoxlu şükürlər olsun. Allah Teala bizə böyük nemətlər verib. Və ən böyük nemət Allah Teala'nın ümumi bəşərə göndərdiyi İslam dinidir ki, Allah Teala biz müsəlmanları bu dində eləyib və bizə və bizdən əvvəlkilərə, ulularımıza bu dini bəxş eləyib və haqq yolu bizə öyrədib. Və sonra Ramazana da bir neçə gün qalıb, artıq 3 gün qalıb və çalışmalıyıq ki, Ramazana tövbə eləyərək, hazırlaşaraq ki, girək ki, orada o savabları qazana bilər. Ramazandan qazanclı çıxar. Və Allah Teala'nın rəhmət qapısıdır. Və insan övladı həmişə özünə sual verməlidir. Yəni, özünü həmişə imtihana çəkməlidir. İmtihana çəkilməmişdən qabaq və özünüzü imtihan edin, hesaba çəkin. Soruşmalısan özündən, nəfsindən bu dünyaya nəyə görə gəlmirsən, nələr etmirsən və nə cavab verəcəksən Allah qarşısında. Və bunları həmişə insan fikirləşməlidir. Və bir sual var ki, o sual hər bir insan fikirləşdirməlidir. Sualda deyir ki, sən cəhənnəmin əməllərini eləyib cənnətə mi girmək istəyirsən? Bu çox ağır sualdır. Həqiqətən də, yəni cəhənnəmin əməllərini eləyirsən, ancaq cənnətə getmək istəyirsən. Bu mümkün olan şey deyil. Əgər sən əməllərin cənnətə girmək əməllərinə uyğun deyilsə, onda sənin cənnətə girməyin sual altındadır. Əlbəttə ki, Allah Teala rəhimlidir, Allah Teala mərhəmətlidir, Allah Teala'nın xeyir qapıları genişdir, amma Allah Teala'nın şiddətli əzabı da var, şiddətli qəzabı da var və onun qəzabından insanı heç nə xilas eləmir. Və ona görə də insan həmişə özünə sual verməlidir və əməllərinə fikir verməlidir. Yəni, mən hansı əməl edirəm? Yəni, insan özü bilir və heç vaxt pis şeylər yaxşı ola bilməz və heç vaxt pis şeylər insanların düzgün yol kimi istədiyi ola bilməz. Heç vaxt. Baxmayaraq ki, insanlar artıq həddi aşanda, Allah Teala'ya qarşı olanda onları halal görürlər. Həmin əməlləri, həmin çirkin işləri. Amma onunla bərabər heç kəs, heç qeyri-müsəlman ölkələrində, qeyri-müsəlmanlar belə onları öyrətmirlər. Məsələn, ən birinci insanın pis əməllərdir, pis vərdişlərdir. Heç vaxt heç bir ölkədə, hətta kafir ölkəsi olsa belə, məsələn, içkidir, narkotikdir, zinadır. Yəni bunlara öyrətmirlər uşaqların birinci. Və müəyyən bir vaxtdan sonra artıq, yəni deyirlər daha özün bilərsən. Çünki görsə qayda qanunla da nədir? Qadağandır. Çünki pisdir. Hamısı bilir ki, pisdir. Sadəcə o bəzi pislər var ki, Allah Teala Quran-ı Kərimdə buyurur, onlara pis əməlləri gözəl görsənir. Şeytan onlara gözəl görsətir. Ona görə də onlar pis əməlləri yaxşı kimi eləyirlər. Amma əslində onlar özləri də bilir ki, bunlar yaxşı əməl deyil. Heç vaxt yaxşı əməl ola bilməz. Və o pis əməllər insanı məhvə aparır. Sadəcə, məsələn, Firon bilirdi ki, o ilah deyil. Heç vaxt ilah ola bilməz. Mən iddialıq edir, ilahlıq edir ki, mənəm, çaylar, dənizlər hamısı mənimdir, mənə məxsus. Mən Allaham deyildi, la ilahə illallah. Ancaq yəqinliklə bilirdi ki, o deyil. Sadəcə təkəbbürlük. O ayət-i şərifdə də deyir ki, o cahilliyindən demirdir onu. Ona deyir, təkəbbürlüyü, var-dövləti üstün gəlmişdir. O yəqinliklə bilir ki, bu sifətlər ona aid deyil. İnsan da ola bilər. Məsələn, bəzi istəyir, yox, halaldır, bu düzdür, düzgündür bu, batilə. Amma bilir ki, onun etdiyi əməllər düz deyil. Yəni, yaxşı ola bilməz heç vaxt. Şərdir. Çünki pis əməlin kökündə həmişə şər var. Yəni, onu açıqlasan, onu baxsan, onu şər eləsən, görərsən ki, xeyrə aparmır heç vaxt. Xeyrə getmir. Ən birinci təvhiddir. Yəni, Allah Teala'ya ibadət eləmək, Allaha iman gətirmək birinci. Yəni, şirk. Məsələn, insan inəyə ibadət edir, qəbrə ibadət edir, daşa ibadət edir, ağaca ibadət edir. Və onlardan soruşsan ki, yeri kim yaratdı? Deyərlər Allah. Deyir, bəs deyir, Allahdan qorxmursun. Bəs fikirləşmirsin. Yəni, görürsən ki, onlar eləyirlər, amma bilirlər. Bilirlər ki, o ağac ona heç vaxt nə evlad verməyəcək, nə onu cənnətə sala bilməyəcək. Bilirlər. Və yaxud da sadəcə onu eləməklərinin, israr etməklərinin səbəbi nədir? Təkəbbürlük, öz nəfsi istəkləri. Amma onlar da bilir ki, yəni, əməl batildir. Və ona görə insan çalışmalıdır ki, etdiyi əməllərə fikir versin. Və sən cəhənnəm əməllərini edib cənnətə mi girmək istəyirsən? Bu ağır sualdır həqiqətən də. Həmişə insan bunu fikirləşməlidir. Hər bir addımı atanda, hər bir əməli eləyəndə fikirləşməlisən ki, sən hansı yol gedirsən? Bu dünyada iki yol var. Haqq yol, batıl yol. Haqq yol insanı cənnətə aparır, batıl yol cəhənnəmə aparır. Və haqq yol xeyirdir. Bütün haqq yolun bayaq dediyimiz kimi hər bir əslinə baxsan, onun hər bir işinə baxsan, görərsən ki, həmin haqq yolda xeyirdir hamısı. Yəni, Allaha ibadət etməkdən danışdı birinci. Əlbəttə ki, la ilahə illallah sözünün mənasına baxsan,
Allahdan başqa ilah yoxdur. İlah yəni məbud, ibadət olunan. İbadət olunursa deməli hamısı onun quludur. Hamısı onun nəzarətindədir. Yəni güclü odur. Amma ilahlar var, var. Yəni insanların ilah etdikləri var. Bayaq dediyim kimi daşlar var, qəbirlər var, şeyxlər var, sana ibadət edirlər, inəyə ibadət edirlər, bütə ibadət edirlər, var. Amma bu ilahlar həqiqi ilahdırmı? Yox. Layiq olan bir dənə Allahdır. Və hər bir şey də hələdir. Yəni bütün günahlar da, yəni bütün bunun ətrafında gedir hamısı. Haram və halal. Ona görə də insan həmişə çalışmalıdır ki, əməllərinə fikir versin. Sən özünə fikir ver ki, sən hansı əməl sahibisən. Ona görə də Ömər radiyallahu anhu da deyərdi ki, özünüzü hesaba çəkilməmişdən qabaq hesaba çəkin. Yəni ən gözəldir. İnsan özünə oturub fikirləşir, hesaba çəkir və baxır görür o nə əməl sahibidir. Əgər əməlləri yaxşıdsa, deyir, yaxşı əməl yaxşını gətirib və daha da çoxaldır. Və əgər əməlləri pisdirsə, yəni günahdırsa, tövbə eləyir, qayıtır. Yəni bu da onun üçün xeyirlidir. Əlbəttə ki, yəni tövbə eləyib qayıtmaq da onun üçün xeyirlidir. Və bilirsiniz ki, əgər sən tövbə edərsənsə, iman gətirərsən, yaxşı işlər görərsənsə, Allah Taala sənin keçmişdə etdiyin günahları da savaba çevirər. Və sən elə bil ki, daha çox savab qazanmış olursun. Və Allah Taala həm də əməlləri 700-ə kimi artırır. Sən yəni o niyyətinin salih olmasından, əməllərinin salih olmasından artıq sən qazanırsan. Ona görə də insan özünə həmişə sual verməlidir, insan özünü həmişə imtahan etməlidir, hesaba çəkməlidir və xüsusən də indi Ramazan gəlir, biz Ramazan ayına hazırlaşırıq və Ramazanda da yəni biz qazana biləcəyikmi? İndi Allah bilir, heç kəs bilmir ki, başına nə gələcək. O qədər insanlar olur ki, böyük arzuna yaşayıb, gəlib Ramazana artıq bir addım qalmış, artıq o Ramazana çata bilmir, dünyasını dəyişir. O, həmin Ramazana hansı fikirləri var idi, istəyirdi ki, çalışsın, qazansın, amma olmadı. Həm də biz də həmçinin çalışmalıyıq, niyyətimiz olmalıdır ki, biz orada savab qazanaq və Ramazanda yəni qazananlardan olar. Və həmçinin, əgər məsələn sual versən ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dedi ki, o kəs üzü üstə sürülərək cəhənnəmə asılsın ki, Ramazan ayı girir, çıxır, Ramazan ayında qazanmır. Yəni qazancı çıxmır, yəni o savabı qazanmır. Yəni Allah Subhanahu taala sənə xeyir qapısı açıb, rahatlıq verib, hər bir şey verib, sağlamlıq verib, sən bunu eləmirsənsə artıq nə deyir? Yəni təhlükəlidir. Özü də bu duanı eləyən Cəbrayıl əleyhissalamdır və amin deyən də Rasulullah sallallahu aleyhi və səlləm. Ona görə inşallah yəni hesaba çəkilməmişdən qabaq insan özünü hesab etməlidir, çəkməlidir və nə deyir? Nəticəsini də fikirləşməlidir. Allah Taala bizi eşidib bilənlərdən, əməl edənlərdən eləsin. Allah günahlarımızı bağışlasın. Allah bizə rəhm eləsin. Allah bizi Ramazana çatdırsın. Allah bütün müsəlmanlara kömək olsun. Allah Taala əsgərlərimizi qorusun, hərbiçilərimizi qorusun, ölkə başçımızı qorusun. Və Allah Taala həmişə bizə xeyir qapısı açsın. Və əlhəmdülillah Allah Taala qohum-əqrəbamıza, cəmaatımıza, xalqımıza hidayət versin, doğru yola yönəltsin. Allah razı olsun. Subhanakallahumma və bihamdik. Nəşhədən la ilahə illə əntə nəstəğfiruka və nətubu iləyik. Allah razı olsun.